Salam uşaqlar, bu dəfə də düzbucaqlı üçbucaqdan çox maraqlı bir məsələ izah eləmək istəyirəm ki, mən şərti oxuyandan sonra videonu saxlayıb bu məsələ üzərində biraz düşünün. Əgər edə bilməsəz, sonra videonu davam elətdirib izaha, isbata baxa bilərsiniz. Şərtdə deyir ki, əgər düzbucaqlı üçbucaqda tərəflər tam ədəddirsə və katetlərin biri 3-dən böyük sadə ədəddirsə, digər katet isə 12-nin mislidir. Bunu isbat etmək lazımdır ki, isbat etməsindən öncə bir neçə nümunə ilə bu doğru ola bilərmi deyə bir düşünək. Məsəl üçün 3-dən böyük bir sadə ədəd götürürəm 5 ki, biz bilirik ki, həqiqətən də 5, 12, 13 deyə Pifaqor ədədləri ilə bir düzbucaqlı üçbucaq var. Ya da 5-dən böyük, 5-dən də böyük digər sadə 7 var. 7, 24, 25 deyə bir Pifaqor üçbucağı da tanıyırıq. Sonra 5, 7, 11 var növbəti sadə ədəd. 11, 60, 61 deyə bir düzbucaqlı üçbucaq da var. 11-dən sonra 13, 17, 19 bu ədədlərin hər biri ilə bir Pifaqor üçbucağı tapa bilərsiniz. Ki, bu Pifaqor üçbucağı tapmaq, Pifaqor üçbucaqlarını tapmağın da bir alqoritmi var. Onu da başqa bir videoda danışaram. O da çox maraqlı bir alqoritmdir. Yəni bu nümunələrə də baxanda digər katet 12, 24, 60 həqiqətən də 12-nin misilləri olur. Amma bunu isbat eləmək lazımdır. Necə eləyəcəyik? Onu da indi yazacağam. Videonun bu hissəsində videonu saxlayıb bu məsələ haqqında indi ətraflı düşünə bilərsiniz. İndi bu düzbucaqlı üçbucağın katetlərini A və B, hipotenuzunu S qəbul eləyək. Məsələnin bu hissəsindən sonra şəklin bir əslində önəmi olmayacağı üçün daha çox misal üzərində işləyəcəyimiz üçün şəkli kiçik şəkildə solda saxlayıram. İndi bir dənə şərt qəbul eləyək ki, bu şəkildə A kateti A 3-dən böyük olsun və sadə ədəd olsun. Tamam. Bu şərtləri qeyd edirəm. 3-dən böyük sadə ədəd. Və B-nin də 12-yə bölündüyünü isbat eləməliyik hal-hazırda. Deməli, Pifaqor teoremi bilirik ki, A kvadrat toplansın B kvadrat bərabərdir S kvadratına. İndi bu Pifaqor teoremindən biz A kvadratının S kvadrat çıx B kvadrat olduğunu bildik. Buradan da bunları vuruqlara ayırsam, müxtəsər vurma üsulları ilə A kvadrat bərabərdir S kvadrat çıxılsın B kvadrat olacaq. S çıxılsın B vurulsun S üstə gəlsin B deyə 2 dənə vuruq. İndi A kvadrat ifadəsi üçün S çıx B və S üstə gəl B şəklində 2 vuruq görürük. İndi A kvadratı da sadə, yəni A ədədi sadə olduğundan A kvadratını ancaq sadə vuruqlara ayırsam, A vur A şəklində sadə vuruqlara ayıracam. Onda S çıx B ilə S üstə gəl B üçün çox az bir variant qalır. Yəni bu S çıx B ilə S üstə gəl B-nin biri 1, digəri A kvadrat ola bilər. Ya da biri 1, biri A, digəri də A ola bilər. Ya da biri A kvadrat, digəri isə 1 ola bilər. Tez gözümüzə çarpan məsəl üçün A və A variantı ola bilməz deyə düşünürük. Niyə? Çünki S çıx B də tutaq ki A-dır. S üstə gəl B də A-dır. Əgər bunlar ikisi də A-dırsa, bir-birinə bərabərdirsə, bu ifadədən S-ləri siləndə mənfi B bərabər B, sonra tənqiddən B bərabər 0 alınır. Düzbucaqlı üçbucağın katetləri heç biri 0 olmayacaq axı. Ona görə bu variant keçərli sayılmır. Bu variantı sildik. İndi 1 və A kvadrat yoxsa A kvadrat topla, yəni A kvadrat və 1-mi? Onu da ki, belə düşünə bilərik. Bu B də S də müsbət ədədlərdirsə, təbii ki, müsbət ədəddən müsbət ədəd çıxanda daha kiçik bir şey alınmalıdır. Yəni S çıx B 1 olmalıdır. S üstə gəl B isə A kvadrat olmalıdır. Yəni S çıx B S üstə gəl B-dən daha kiçik olmalıdır. Və bunlar da hamısı tam ədədlərdirsə ABC, A kvadratının 1-dən balaca olma şansı yoxdursa, demək 1 balaca olacaq. Tamam. O zaman bir tənliklər sistemi qurulmuş oldu. Tənliklər sistemi belə bir şey olacaq. S çıxılsın B bərabər olacaq 1-ə. S üstə gəlinsin B isə bərabər olacaq A kvadratına. İndi mən bu tənliklər sistemini həll etsəm, indi biz məsələdə B-ni axtarırıq. B haqqında bir məlumat almağa çalışırıq. Normal tənliklər sistemini həll etsəm, yəni, məsəl üçün mən bunları alt-alta toplasam, 2S bərabər A kvadrat topla 1, S-nin A kvadratı çıx topla 1 bölü 2 olduğunu taparam. Amma bunları alt-alta çıxsam, ikinci ifadədən birinci ifadəni çıxım. O zaman 2B bərabərdir
a kvadrat çıx 1, b isə bərabərdir a kvadratı çıx 1 bölünsün 2 ifadəsini alıram. Və buradan da bunu da vuruqlara ayırsam, b bərabərdir a çıxılsın 1 vurulsun a üstə gəlinsin 1 bölünsün 2 şəklində bir ifadə alıram. İndi mən bunun, bu ifadənin indi 12-yə bölündüyünü göstərmək istəyirəm axı. Bir ədədin 12-yə bölündüyünü göstərmək istəsəm, o ədədin 12-nin vuruqlarından hər birinə bölündüyünü göstərərək deyərəm ki, 12-yə bölünür. Yəni, məsəl üçün, bir ədəd həm 3-ə, həm də 4-ə bölünürsə, məsələn, bu ədəd 12-yə bölünür deyə bilərik. Yəni, B ədədinin 3-ə və 4-ə bölündüyünü göstərmək istəyirəm. Buradan tez gözümüzə çarpan, bunun 4-ə bölünə biləcəyini göstərə bilməkdir. Necə göstəririk? Yenidən A ədədinə qayıdaq ən başdakı şərtə. Biz dedik ki, A ədədi sadə ədəddir. Sola diqqət yetirək. A ədədi sadə ədəddir. Tamam, 3-dən böyük sadə ədəddirsə, A ədədinin tək olduğunu deyə bilərik. Niyə? Biz bilirik ki, sadə ədədlər içərisində yalnız və yalnız 2 cüt sadə ədəddir. Qalan sadə ədədlər təkdir. Şərtdə də A-nın o zaman 3-dən böyük olduğunu göstəribsə, demək A 2 deyil. 2 deyilsə, A sadə ədəddir və A ədədi tək ədəddir deyə bilərik. Tamam. O zaman A ədədi tək ədəddirsə, yəni A ədədi əgər tək ədəddirsə, A-dan sonra gələn A üstə gəl 1 ədədi ilə A-dan əvvəl gələn A çıx 1 ədədinin hər biri cüt olmuş olur. Hər biri cüt olmuş olur. Yaddan çıxartmayaq. Onda deməli A çıx 1 ilə A üstə gəl 1 ədədi var ha. Bu ədədlər cüt ədədlərdir. Özü də ardıcıl cüt ədədlərdir. Tamam, ardıcıl cüt ədədlərdir. Ardıcıl cüt ədədlərin isə, yəni bu haqda da ayrıca bir danışmaq olar. Ardıcıl cüt ədədlərin isə mütləq biri 2-yə, digəri isə 4-ə bölünür. Yəni məsəl üçün bu nümunə 2 4, biri 2-yə, biri 4-ə bölünür. Ya da 4 6. 4 4-ə bölünür, 6 2-yə bölünür, yalnızca 2-yə bölünür. Ya 6 8 düşünək, 6 2-yə, 8 4-ə bölünür. Yəni bunu həqiqətən də çox uzun da danışıb göstərmək olar. Yəni məsələn 2n deyim, o birisinə də 2n toplu 2 deyim cüt ədədlərin. Vuruqları da ayıranda digərisi 2 vurulsun n üstə gəl 1 olur. 2n bir də 2n üstə gəl 1. İndi n tək ədəddirsə n plus 1 cütdür, ya da n cüt ədəddirsə n plus 1 təkdir. N cütdürsə 2n 4-ə bölünmüş olar. Əgər n təkdirsə 2n topla 1 4-ə bölünmüş olar. N topla 1 cüt olsun, 2 də cütdür. Belə. Yəni 2 ardıcıl cüt ədədin mütləq 2 ardıcıl cüt ədədin mütləq biri 2-yə, biri 4-ə bölünür nəticəsini aldıq buradan. İndi bunları silək, çünki başqa bir şey araşdıracaq. O zaman bu 2 dənə ədəd üçün A plus 1 ilə A çıx 1 ədədi üçün bunların biri 2-yə, biri isə 4-ə bölünür desək, surətdəki ifadə 8-ə bölünmüş olacaq. O 8-ə bölünən ədəd də məxrəcdəki 2-yə bölsək, o zaman deyə bilərik ki, bu kəsir 4-ə bölünür. Bu kəsin 4-ə bölünməyini dəqiqləşdirdik. Buna bir işarə qoyaq, bu dəqiq 4-ə bölünür. Bunu isbat məsələsində də uşaqlar yazmalı olsaz, həqiqətən də bunları bu şəkildə detallı izah eləməlisiniz. Yəni A ədədi tək ədəddirsə, bunlar 2 ardıcıl cüt ədəd olacaq. 2 ardıcıl cüt ədədin biri 2-yə, digəri isə 4-ə bölünməlidir. Bu hasil 8-ə bölünməlidir kimi ətraflı izahınızı yazmalısınız. İndi davam eləyək, bu 3-ə bölünürmü yoxsa yox? İndi yenə baxıram, bir A ədədi var. A ədədindən əvvəldə A çıx 1 var, sonrasında A üstə gəl 1 var deyirik. İndi bu A ədədi 3-ə bölünmür. Bax, bu A ədədinin özü dəqiq bilirik ki, 3-ə bölünmür. Hardan bilirik dəqiq? A ədədi 3-dən böyükdür demişdi axı əsas şərt bizə. Tamam, 3-dən böyük həm də necə ədəddir? Sadə ədəddir. A ədədi 3-dən böyükdürsə, yəni 3 deyilsə, başqa bir sadə ədəddirsə, aydın məsələdir ki, 3-ə də bölünməməlidir. Çünki 3 olmayan bir sadə ədəd, başqa bir sadə ədəd, 3 olmayan böyük bir sadə ədəd ancaq 1-ə və özünə bölünür. Yəni sadə ədəd də o şərt sadə ədəddirsə, sadə ədəd 1-ə və özünə bölünməlidir.
O zaman o ədəd 3-ə bölünmüş olsa, 1-ə, özünə və 3-ə bölünmüş olacaq. Onda o mürəkkəb ədəd olmuş olacaq, sadə olmayacaq. Aydın məsələdir. Ona görə də 3-dən böyük olan sadə 3-ə bölünmür. Yəni A ədədi dəqiq 3-ə bölünmür. A ədədi əgər 3-ə bölünmürsə, A çıx 1 ya da A üstəgəl 1 ədədlərindən hər hansı biri mütləq 3-ə bölünəcək. Necə bu qənaətə varıram? Birincisi, praktik olaraq düşünək. Məsəl üçün 3-ə bölünən ədədləri sayalım. Məsələn 1, 2, 3 3-ə bölünür. 4, 5, 6 3-ə bölünür. 7, 8, 9 3-ə bölünür. 10, 11, 12 3-ə bölünür. 13, 14, 15 3-ə bölünür. Bax, 3-ə bölünən ədədləri mən belə ox işarəsi ilə göstərdim 3-ə bölünən ədədləri. İndi 3-ə bölünməyən ədədlərə baxın. 3-ə bölünməyən ədədlərin ya solunda, ya da sağında bir ədəd 3-ə bölünür. Məsələn 4, 4-ün solundakı ədəd 3-ə bölünür. Məsələn 5, 5-in sağındakı ədəd 3-ə bölünür. 7, 7-nin solundakı. 8, 8-in sağındakı ədəd 3-ə bölünür. Məsələn 11, 11-in sağındakı ədəd 3-ə bölünür. Hər hansı 3-ə bölünməyən, çünki 3-ə bölünməyən ədədlər fikir veririk 2-2 qruplaşmış şəkildədir. 7, 8, 5, 6 yox, 4, 5, 7, 8, 10, 11. Görürük, bunlar 2-2 qruplaşmışdır. Demək, bunlardan birini ya solunda, ya sağındakı ədəd 3-ə bölünəcək. Amma yazılı olaraq bunu belə göstərə bilərik ki, yəni məsələn A ədədi 3-ə bölünmürsə, yəni 3-ə bölünməyən ədəd ya 3-ə bölünəndə qalıqda 1 alınan ədəddir. K yazmayım, N yazım. 3N topla 1 ya da qalıqda 2 alınan 3N topla 2 olan bir ədəd olar. Əgər A ədədi 3N topla 1 şəklində olsa, o zaman A çıx 1 ədədi 3N topla 1-dən 1 çıxanda 3N 3-ə bölünmüş olar. Və ya bu A ədədi 3N topla 2 olsa, onda A üstəgəl 1 ədədi 3N topla 3 olacaq və yenə 3-ə bölünmüş olacaq. 3 ortaq çıxart, mötərizə N plus 1. Demək, əgər A ədədi 3-ə bölünməyən bir ədəddirsə, A-dan əvvəlki ya da sonraki ədəd, yəni A çıx 1 ya da A plus 1 vuruqlarından bir dənəsi mütləq 3-ə bölünəcək. O zaman B ifadəsinə qayıdaq, bu ifadəyə. Bu ifadənin 3-ə bölünməyi də dəqiq oldu. Ki, az öncə bunun 4-ə bölünməyini də isbat etmişdik. 3-ə bölünməyini də isbat etmişdik. O zaman son nəticə olaraq, əgər bu B ədədi dəqiq 4-ə bölünürsə və dəqiq 3-ə bölünürsə, o zaman bu B ədədi həm də 12-yə bölünmüş olur. Məsələ isbat olundu. Yəni deməli, əgər bir düzbucaqlı üçbucağın katetlərindən biri 3-dən böyük bir sadə ədəd olarsa, digər katet isə 12-yə bölünən bir natural ədəd olacaq. Məsələ isbat olunmuşdur. Gələn videolarda DİM 20 sınaqdan da isbatlayan, DİM 20 sınağın birinci qrupunda da maraqlı isbatlar var. Oradan da isbatla etməyə çalışacağım. Ya da ki, əgər isbat etməyimi istədiyiniz nəsə başqa bir məsələlər varsa, onlardan da yaza bilərsiniz. Növbəti videoları onlarda çəkə bilərik. Sağ olun.